hər peşə sahəsi üçün digital məhsul ideyası verirəm. Birinci gün. Bugün seçdiyim sahə psixologiyadır. Amma biz rəqəmsal məhsul yaradarkən sadəcə mən psixoloqam deməklə yetinmirik. Daha niş, konkret bir istiqamət seçmək lazımdır. Mənim bugünkü ideyam boşanmadan sonra psixoloji dəstək göstərən psixoloqlar üçün daha uyğun olacaq. Əgər siz bu sahədəsinizsə və xüsusilə qadınlara, analara dəstək göstərirsinizsə, bu məhsul ideyası sizə həm dəyər qazandırar, həm də gəlir gətirə bilər. Məhsul ideyası belədir. Boşanmadan sonra özünə dönmək. 14 günlük psixoloji dəstək proqramı. Bu məhsulun içində gündəlik mini tapşırıqlar, özünə dönüş üçün audio affirmasiyalar, valideynlərə uşağa vəziyyəti necə izah etməli adlı bir bələdçi, özünə şəfqət və emosional gücləndirmək üçün mətnlər ola bilər. Bu məhsul sizi tanıtmadan öncə qarşı tərəfə dəyərinizi göstərəcək. Qadınlar sizi sadəcə bir psixoloq kimi yox, yanlarında olan bir səs, bir bələdçi kimi tanıyacaq. Üstəlik, bu məhsulu bazara çıxarıb uyğun qiymədə təklif etsəniz, sizə pasiv gəlir də gətirə bilər. Əgər belə məhsulu necə hazırlayacağınızı bilmirsinizsə, mən digital məhsullar marafonunda sizə bunu addım-addım öyrədirəm. Sabah başqa bir sahə üçün yenə də burada olacağam. Səncə sabah hansı peşə olsun? Şərhdə yaza bilərsən.